Azərbaycan və Ermənistan arasında sülh istiqamətində addımları məmnuniyyətlə qarşılayırıq. Türkiyə haiyən. Türkiyə, Azərbaycanın və Ermənistanın qalıcı sülhə nail olunması və regionda sabitliyin təmin edilməsi istiqamətində atdığı addımları müsbət qiymətləndirir. Global Info AZ xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasından sonra keçirilən mətbuat konfransında bildirib. Nazirin sözlərinə görə atılan addımlar Cənubi Qafqazda sülh prosesinin artıq real nəticələr verməyə başladığını göstərir. Bu addımların qorunub saxlanılması və yekunda qalıcı sülh müqaviləsi ilə taclandırılması bizim ən böyük arzumuzdur, deyə Fidan vurğulayıb. Naxçıvan vuruldu, Bakı dərhal hərəkətə keçdi. İranla bağlı ssenari təkrarlanır. Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı səfirliyinin eyni zamanda Təbrizdəki baş konsulluğunun əməkdaşlarının təxliyəsi baş tutub. Analitiklərin fikrincə, rəsmi Bakı bu addımı əməkdaşların təhlükəsizliyinin təmin edilməsi məqsədlə atıb. Lakin qərarın əsas səbəbi regionda yaranmış ümumi gərginlikdən daha çox İranın birbaşa Azərbaycan ərazisini hədəf almasıdır. Global Info AZ-da danışan politoloq Zeynal Əmirəliyev bildirib ki, Azərbaycan dövlət siyasətinin mərkəzində vətəndaşlarının təhlükəsizliyi dayanır. Dövlətimiz həm ictimai asayişin qorunmasını, həm də diplomatik korpus nümayəndələrinin təhlükəli situasiyalarda ölkəyə gətirilməsini təmin etməsinin dəfələrlə şahidi olmuşuq. Zeynal Əmirəliyev. İranda da analoji hadisələrin baş verməsi, həmçinin ölkə daxilində anti-Azərbaycan ritorikasının yenidən yüksəlməsi rəsmi Bakını belə qərar verməyə vadar edib. Naxçıvana dron hücumundan sonra Azərbaycan İrandan hər şeyi gözləyir. Nəzərə alaq ki, bu hadisələr baş verməzdən əvvəl, yəni regionda sabitliyin hökm sürdüyü dövrdə belə Tehranda yerləşən səfirliyimizə qarşı terror aktı törədilmişdi. Fikrimcə, təhlükəsizliklə bağlı belə bir addımın atılması zəruri idi. Qeyd edim ki, digər ölkələrin də səfirlik və konsulluq əməkdaşları Azərbaycana təxliyə edilir. Deməli, burada müəyyən ortaq yanaşma mövcuddur. Sepah, müharibə zamanı Pezeşkiyanın bəyanatlarına məhəl qoymayın. İslam İnqilabı Keşikçiləri Korpusunda Sepah, İran Prezidenti Məsud Pezeşkiyanın ölkənin daha Fars körfəzi ölkələrinə hücum etməyəcəyi barədə bəyanatına cavab veriblər. Oxu AZ xəbər verir ki, hərbi qurumun açıqlamasında Prezidentin belə bəyanat verməklə səhv etdiyi bildirilir. Sepah nümayəndələri vurğulayıblar ki, dövlət başçısının sözlərindən bir neçə saat sonra Dubay və Əbu-Dabi şəhərlərindəki hədəflər zərbə altına alınıb. Prezident Pezeşkiyan qonşu ölkələrə hücumların olmayacağını bəyan edərək səhv etdi və qüvvələrimiz bunu aydın şəkildə nümayiş etdirdi. Müharibə zamanı Pezeşkiyanın bəyanatlarına məhəl qoymayın, Sepahın bəyanatında deyilir. Qeyd edək ki, daha əvvəl Pezeşkiyan bəyan etmişdi ki, İran qonşu dövlətlərə zərbələr endirməyə niyyətli deyil.